Salam uşaqlar, baxırıq test sınaq üçün izahına. Birinci sual, şagird mayeyə batırılmış cismin həcmini və mayını dəyişməklə Arximed qanunu təcrübə olaraq öyrənir. Arximed qüvvəsinin mayının sıxlığının azlığını öyrənmək üçün o şəkildə göstərilmiş hansı hallardan istifadə etməlidir? Şəkillər üzərində mayların sıxlıqları göstərilib. Deməli, əgər Arximed qüvvəsinin mayının sıxlığının azlığını öyrənmək istəyirsə, düsturumuz budur. Bir kəmiyyətin digər kəmiyyətdən necə asılı olduğunu öyrənmək istəyirsə, digər bütün kəmiyyətləri sabit saxlamaq lazımdır. Ona görə həcmlər eyni olub, amma sıxlıqları fərqli olan mayları götürmək lazımdır. Bu da olacaq 1-də, 3-də və 4-də A variantı. İkinci, ipdən asılmış polad kürəcik suya batırılmışdır. Sonra içərisində su olan stəkan, içərisində kerasin olan stəkanla əvəz olunur. Bu zaman kürəcik təsirinin Arximed qüvvəsi və kürəciyin maydakı çəkisi. Deməli, polad kürəcik. Deməli, poladın sıxlığı bilir ki, həm kerasin, həm də suyun sıxlığından böyükdür. Deməli, burada nə baş verir? Çəkirik birincisi bunun MJ-sini. Yenə MJ-ni çəkirik. Çəkirik bunun F Arximedini, hər biri üçün F Arximedi çəkirik. F Arximed yuxarıya doğru. Çəkirik ipdə yaranan gərilmə qüvvələrini T1 və T2. T1 bu da olsun T2. İndi sizdən soruşur ki, maydakı çəkisi və Arximed qüvvəsi necə dəyişəcək? Birincisi, Arximed qüvvəsinin düsturu Romayi, V cisim J'dir və ya V batan J'dir. Cisim bütün həcmi boyunca hər iki mayda olduğuna görə V eynidir, J eynidir. Fərqli olan Romayilərdir və kerasini deməli, suyu kerasindən əvəz edirik deyə, baxın, əvvəlcə sudaydı, sonra kerasində. Suyun sıxlığı kerasinin sıxlığından böyük olduğuna görə Arximed qüvvəsi də azalacaq. Çünki kerasinin sıxlığı azdır. Ona görə Arximed qüvvəsi azalar. Daha sonra kürəciyin çəkisi. Kürəciyin çəkisi təbii ki, burada ipdə yaranan gərilmə qüvvəsindən müqayisə edəcəyik. Deməli, birinci halda T1 bərabərdir MJ çıxılsın F Arximed 1. İkinci halda da T2 bərabərdir MJ çıxılsın F Arximed 2. Və biz də dedik ki, F Arximed 2 F Arximed 1-dən kiçikdir. Çünki kerasin sıxlığı kiçik olduğuna görə Arximed də azaldı. Deməli, birinci halda MJ çıxı F Arximed 1 idi. İkinci halda oldu MJ çıxılsın F Arximed 2. Arximed qüvvəsi azaldığından, fikir verin, əvvəlcə Arximed dedi, yaxı böyüdür. Arximed qüvvəsi azaldığına görə ipdə yaranan gərilmə qüvvəsi artacaq. Nəyə görə? Çünki qarşısında mənfi var. Mənfi varsa bir kəmiyyət azalırsa, digər kəmiyyət artır. Mayının çəkisi artar. Cismin çəkisi artar. Azalar artar B variantı. Daha sonra üçüncü suala baxaq. Birləşmiş qablara bir-birinə qarışmayan Ro1 və Ro2 sıxlıqlı maylar tökülmüşdür. H1 35 cm, bura 35-dir. Deməli, H2 30 cm, H3 15 cm. Ro2 1000, bura 1000-dir. 1000. Ro1 isə, Ro1-i deyir tapın. Birləşmiş qablarda, birləşmiş qablar qanunumuz Ro1 bölünsün Ro2 bərabərdir. H2 bölünsün H1-dir. Amma bilmək lazımdır ki, hündürlüyümüzü haradan götürək. Baxın, yenə deyirəm, bunu çəkdiniz bura. Burada olan, bu nöqtədə olan təzyiqlər bir-birinə bərabər olduğuna görə bizə lazımdır bu hündürlüklər. Yəni, baxın, bu hündürlük, bu hissə olacaq 35 çıxılsın 15-dən 20. Digər, bu kiçik hissəsi olacaq 30 çıxılsın, baxın, H3-ü çıxıram buradan. 30 çıxılsın 15-dən olacaq 15. Deməli, Ro1 bilmirik, Ro1 olduğu kimi saxlayaq. Ro2-nin yerinə yazırıq 1000. Aha. H1-in yerinə. H1 dediyimiz, deməli, tərs aslı olan, yəni Ro1-in hündürlüyüdür. 20. 20-ni aşağı yazırıq. H2-dəki, baxın, Ro2-nin hündürlüyüdür. 15. Buraya yazaq. 15. İndi burada hesablamalarımızı aparaq. 20-nin 15. Birincisi bunun sıfırına aparaq geçsin. 2 ilə 100-də gedir. 2-ni 100-ə böləndə düşəcək, deməli, 50. 50-ni də 15-ə vuranda olacaq 750. Deməli, Ro1-in sıxlığı 750 kiloqram bölünsün metrin kubuna bərabərdir. Daha sonra 4. Cisim batırıldığı mayının sıxlığını 1,8 dəfə artırdıqda Arximed qüvvəsi 2,4 Newton artdı. Deməli, bilirik ki, Arximed qüvvəsi mayının sıxlığı ilə düz mütənasib asılıdır. Mayının sıxlığı ilə düz mütənasib asılıdır. Ona görə də mayının sıxlığının 1,8 dəfə artması Arximed qüvvəsində 1,8 dəfə artmağına gətirib çıxardır. Qüvvə əgər F2 bərabərdir, F1 üstəgəl 2,4 Newtondursa, çünki birinci haldan 2,4 dəfə artıb deyib. Bu həm də dəfə ilə artmaq 1,8 dəfəyə uyğundur. Deməli, F2 həm də bərabərdir 1,8 F1-ə. Deməli, 1,8 F1-dən F1 çıxırıq, qarşı 0,8 F1, 2,4-də 0,8-ə bölürük. 2,4 bölünsün 0,8, bu da olacaq 3 Newton. Bizdən nə istəyir? Arximed qüvvəsinin əvvəlki qiymətini hesablayın. 3 Newton almış olduq. Görək, nə hesablamadıq? Aha, yox, var variantda, Y variantı. Aha, daha sonra keçək 5 nömrəli tapşırığa. Bunu başqa necə yaza bilərdiniz uşaqlar? Ola bilsin ki, başqa cür hesablayanlar da var. Sadəcə F Arximed Ro ilə düz asıdır. F1 bölünsün F2.
bərabərdir. Rho 1 bölünsün Rho 2-dən. F1-in yerinə də F1, F2-in yerinə F1 üstə gəlinsin 2,4. Rho 1-in yerinə Rho 2-in də yerinə 1,8 Rho yazıb da hesablamalarınızı apara bilərsiniz. Rholar ixtisar gedir, çarpaz vurub hesablamalarınızı aparırsınız. 5 nömrəli tapşırıqda civə sütunun altında olan havanın təzyiqi neçə millimetr civə sütunudur? Atmosfer təzyiqi 760 millimetr civə sütunu. Bilirsiniz ki, atmosfer təzyiqini həm civə sütunundan, həm də paskalla, həm də barla və digər vahidlərlə ifadə edə bilir. Yəni, mütləq sizə paskalla verməli deyil, indi civə sütunu ilə verib. Deməli, birincisi burada üzərində var 760 millimetr civə sütunu qədər təzyiq, atmosfer təzyiqi. Baxın, bu qaza göstərilən təzyiq soruşur. Bir də üzərində var, deməli, civə var. Onsuz da bu civə sütunudur. Buradakı civə sütununda hündürlüyü 3 cm-dir, amma biz bunu millimetrin ifadə edirik. Çünki yuxarıda da bizə milli ilə verib, cavabı da bizdən millimetr civə sütununa soruşur. Bu da olacaq 30 millimetr civə sütunu. Deməli, necə ki yazırdıq, P0 üstə gəlinsin Rho, hansı ki bu paskalla idi. Burada da eyni qaydada 760 mm civə sütunun üzərinə 30 mm civə sütunu gəlir, olacaq 790 mm civə sütunu qədər təzyiq var. 6-da kütləsi 600 qram olan cismi suya tam batırdıqda 200 qram su sıxışdırıb çıxarıldı. Cismin maydakı çəkisini hesablayın. Deməli, sıxışdırılıb çıxarılan çəki mütləq bilmək lazımdır ki, Arximed qüvvəsinə bərabərdir. Ona görə gəlin tapaq. Arximed qüvvəsinin F Arximed bərabər M mayı vurulsun J düsturu var. Yəni, hansı ki, bu M mayı sıxışdırılıb çıxarılan mayının kütləsidir. 200 qram idi. 200 qram olacaq 0,2 kiloqram. 0,2-ni də J-yə vursaq, yəni ona vursaq olacaq 2 Newton. Arximed qüvvəsi 2 Newtondur. Cismin ağırlıq qüvvəsi, yəni vakuumdakı çəkisi MJ olacaq 600 qramdan 6 Newton. Sizdən soruşur maydakı çəkini. Maydakı çəkinin düsturda P0 çıxılsın F Arximeddir. 6 Newton çıxılsın 2 Newton. Cavabınız olacaq 4 Newton. 7-ci sual, qəşəng sualdır. Gəlin baxaq. Birinci halda suda üzən cismin batan hissəsinin hündürlüyü H1, suyun hündürlüyü isə H2-dir. Cismi çevirib suya saldıqda. Deməli, uşaqlar, nəyə fikir verirsiniz burada? Batan hissənin həcmi V batanın düsturu, Rho cisim bölünsün Rho mayi, vurulsun V cisimdir. Yəni, biz cismi tərsinə çevirsək belə, cismin həcmi dəyişmir, mayının sıxılığı dəyişmir, cismin sıxılığı dəyişmir. Ona görə də batan hissənin həcmi dəyişməz. Batan hissənin həcmi dəyişmədiyinə görə H2 dəyişməz. Nəyə görə H2 dəyişmir? Çünki cisim batdığı hissənin həcmi qədər suyu yuxarıya doğru qaldırır. Ona görə H2 dəyişmir. Yəni, yuxarı qalxan maye səviyyəsi hündürlüyü dəyişmir. Amma gəlin baxaq H1-ə. H1 artıq batan hissənin özüdür. Deməli, belə baxaq. V batan dəyişmədiyindən, V batan da düsturu S vurulsun H-dır. Bu, bilirsiniz, konus formasındadır. Yəni, orada da S oturacaqlar fərqlidir. Biri radiusu, biri kiçik, biri böyüdür. Ona çox da dərinliyə getməyəcəm. Riyaziyyatı yaxşı bilən uşaqlar biləcəyini edirəm. Hansı ki, S oturacağın sahəsi nədirsə, ondan gedir söhbət. S vur H-dır. Burada da görür ki, V batan sabit olduğuna görə S ilə H bir-birindən tərs mütənasibasıdır. Baxın, əvvəlcə oturacaqlardan biri bu, biri isə budur. Daha sonra tərsən çevirəndə isə oturacaqlardan biri bu, biri isə budur. Yəni, ümumilikdə oturacaqların sahəsi nə də artdı. Sahə artdığına görə də hündürlüyü necə azalacaq. Ona görə də H1 azalar, H2 dəyişməz. A variantı. 8. Mayaya batırılmış cismin çəkisinin cismin sıxlığından asılı qrafika verilmişdir. Sıxlığı 7,5 qram bölünsün santimetr kub olan cismin həcmini hesablayın. Cismin həcmi istəyir bizdən. Deməli, mayaya batırılmış cismin çəkinin cismin sıxlığının asılığı verilmişdir. Bu hissənin Rho mayının Rho cisimə bərabər olduğu hissədir. Deməli, Rho mayı bərabərdir 2,5-ə. Rho cisim 7,5 qram bölünsün metrin kubda hər biri. Deməli, maydakı çəkisi P mayı 10 Newtondur. Bizdən soruşur cisim həcmini. P mayının düsturunu yazmışdıq. P bərabərdir. P0 çıxılsın F Arximeddən. P0-ın yerinə MJ çıxılsın. F Arximedin yerinə də Rho mayı V cisim J yazaq. Daha sonra M-in yerinə Rho cisim V cisim yazırıq. Buradakı M cismin kütləsidir. Vurulsun J. Ona görə yerinə Rho cisim V cisim çıxılsın. Rho mayı vurulsun V cisim J yazaq. Buradan V cisim J-ləri çıxardaq mötərizə xaricinə. V cisim J çıxdı mötərizə xaricinə. Mötərizə qaldı Rho cisim çıxılsın Rho mayı. Bu da bərabərdir 10 Newtona. Buradan onlarımız ixtisar geçsin. Burada qalsın 1. Deməli, V cisim də bərabər olacaq. 1 bölünsün, Rho cisim çıxılsın Rho mayı. Amma qramdan idi, unutmayaq. Yəni, deməli, nə dedik qalır? Rho cisim çıxılsın Rho mayı. 7,5 çıxılsın 2,5 olacaq 5. Vurulsun 10 üstü mənfi 3. Ona görə ki, qramdan saxlamışdım. 10 üstü mənfi 3 də qalxır yuxarıya, olur 10 üstü müsbət 3. 1000-i də 5-ə böləndə düşəcək 200. Aha. Amma deməli, nə səhvdir uşaqlar? Burada sizə
qrafikdə qram bölü metrin kubu yazıb, buradasa santimetrin kubu yazıb. Ona görə mən də ona fikir vermədim. Mən burada hesablamalarda metr kubu ilə aldım, amma burada santimetrin kubu vermək istəyib. Ona görə də cavabımızda, çünki çevirmə aparmamışdım. Ona görə ki, necə hesablamışamsa cavabı da ondan götürməliyəm. Mən sadəcə qramı kiloqrama çevirdim. Santimetrin kubunu metrin kubuna çevirmədim. Cavabımız olacaq 200 santimetrin kubu. Qrafikdə yanlış verib onu. Bu belə uşaqlar. Daha sonra keçirik 9-a. 9-da iplə bir-birinə bağlanmış iki kürə maye daxilinin tarazlıqdadır. Kürələrin həcmləri üçün V1 bərabər 3V2 olarsa hansı ifadələr doğrudur? Birinci uşaqlar, burada səhvlik nədir? Burada yazmalıdır ki, ipdə gərilmə var. Mütləq ipdə gərilmə var. Nəyə görə? İpdə gərilmə olmasa, belə düşünə bilərik ki, cisimlərin sıxlıqları ilə mayenin sıxlığı bir-birinə bərabərdir. Cisimlərin sıxlığı mayenin sıxlığına bərabərdir. Ona görə də ipdə gərilmə olmadığına görə bu cisimlər, yəni cisimlərin sıxlıqları mayələrin sıxlığına bərabər olduğuna görə deməli burada ipdə gərilmə yaranmaya da bilər. Amma ipdə gərilmə varsa nə baş verəcək? İpdə gərilmə varsa baş verəcək ki, bu cisim yuxarı qalxmaq istəyir, bu cisim isə hara düşmək istəyir? Aşağıya doğru düşmək istəyir. Aha, onu mütləq nəzərə almaq lazımdır. İndi baxaq görək. Küləli təsirdən Arximed qüvvələri F1, Arximed bərabər F2, Arximed səhvdir. Çünki cisimlər bütövlükdə mayenin içərisindədirsə, F Arximedin üstürü, yeni yazıram. Romayı V cisimji və ya V batanji idi. Bizə ümumiyyətlə V batan hissə lazımdır. Bu da tamamilə batdığına görə həcmlə düz mütənasib asılıdır. Ona görə V1 bərabər 3V2 yazıbsa, biz də ona uyğun Arximedi götürməliyik. 2 doğrudur. Birinci kürənin sıxlığı mayenin sıxlığından kiçikdir. Görsə, əgər ipin gərilməsini orada verməyibsə, mən yaza bilərəm ki, bərabərdir. Ona görə də yanlış sayılır. Mütləq yazılmalıdır ki, ipdə gərilmə var. İpdəki gərilmə sıfırdan fərqlidir. Onu mütləq qeyd etməlidir. Yəni, o yanlış verilib. Birinci kürənin 3 ilə 4-ü seçmək üçün, məsələn, burada 3-ü, 4-ü, 5-i seçmək üçün sizə mütləq o şərt verilməlidir. Deməli, birinci kürənin sıxlığı mayenin sıxlığından kiçikdir. Əgər ipdə gərilmə varsa, birinci cisim də yuxarı qalxmaq istəyir. Çünki əgər nə yazmışdı burada? Sıxlığı mayenin sıxlığından kiçikdir. Aha, düzdür. Ona görə ki, sıxlığı kiçikdir ki, bu nə istəyir? İstəyir qalxsın yuxarı, ikinin də sıxlığı böyüdür, bu da istəyir düşsün aşağı. İpdə gərilmə varsa. Ona görə 3-ü götürürük. İkinci kürənin sıxlığı mayenin sıxlığından böyüdür. Bəli, bu da ipdə gərilmə olduğuna görə bu da aşağı düşmək istəyəcək. Ona görə 4 doğrudur. İkinci kürənin sıxlığı mayenin sıxlığından kiçikdir. İkinci kürənin yox. Əgər sıxlığı kiçik olsaydı, ikisi də hara doğru qalxacaqdı? Yuxarıya doğru rahatlıqla qalxıb dayana biləcəkdilər mayenin səthində. 5 səhvdir. 2, 3, 4 mütləq ki, o qeyd olunmalıydı. Ona görə də 3-dən 4-ü seçmiş oluruq. Onda kütlələri bərabər olan, bir də uşaqlarda nə sual çıxır? Deyir, müəllim, əgər cisimlər ilə dayanıbsa mütləq ki, ipdə gərilmə var, yoxsa niyə ilə dayanıblar? Uşaqlar, əgər cismin sıxlığı mayenin sıxlığına bərabərdirsə, tutaq ki, baxın, cisimlərin sıxlığı 3 dənə cisim verib. Üçün də sıxlığı mayenin sıxlığına bərabərdir, tutaq ki, amma cisimlərdən biri dayanıb nisbətən yuxarıda, ikisi isə digər aşağıda dayanıb. Onda fərq nədir? Nəyə görə bunlar belə dayanıb? Burada iki səbəb var. Ya bu cisimlərdən lap aşağıda olanı daha çox hündürlükdən buraxıb, bu daha çox aşağı düşə bilib. Və ya özü bura yerləşdirib elə. Fərq budur. Amma bütün hallarda mayenin daxili üstünə görə sıxlığı mayenin sıxlığına bərabərdir. Dərs izahında da onları paylaşmışam. Deməli, onda kütlələri bərabər olan iki cisim bir cins mayedə üzür. Cisimlərə təsirdən Arximed qüvvələri və cisimlərin sıxlıqları üçün hansı münasibət doğrudur? Aha, birincisi uşaqlar Arximed məsələlərində adi Arximed olmasın, yəni su məsələləri olmasın. Adi qüvvələr necə çəkirdirsə, burada da çəkilir. Bu cisimə təsirdir MJ və təsirdir F Arximed. Tarazlıqda olduğuna görə bunlar bir-birinə bərabərdir. Elə buna da MJ və F Arximed təsiridir. Burada da F Arximed MJ-yə bərabərdir. Və cisimlərin kütlələri bərabər olduğuna görə, MJ-ləri bərabər olduğuna görə F Arximedləri də bir-birinə bərabər olacaq. F1 bərabər F2. Sadəcə cisimlərdən biri mayenin səthindədir, birisi mayenin daxilindədir. Əgər mayenin daxilindədirsə, rho cisim bərabər rho mayedir. Yox, əgər mayenin səthində üzürsə, rho cisim kiçik olurdu rho mayedir. Deməli, ikinci cismin sıxlığı birinci cismin sıxlığından kiçikdir. Deməli, olacaq A variantı. Onda oldu A. 11. Sıxlıqları rho1 900, rho2 2700 kq bölü metr kub olan bir-bir ilə qarışmayan iki mayenin sərhədində kürəcik tarazlıqdadır. Kürəciyin sıxlığı nə qədər olmalıdır ki, onun həcminin 3/1 hissəsi mayeləri ayıran sərhəddən yuxarıda qalsın. Deməli, baxın, burada deyir 3/1 qalsın. Deməli, aşağıda nə qədərdir? 3/4-dür. Yenə uşaqlar qüvvələri çəkir, yəni başqa bir şey etmirik. MJ, bunun bir MJ-si var, 2 dənə də F Arximedi var. Arximedlərdən biri rho1 mayedə yaranan Arximed qüvvəsi, digərsi rho2 tərəfindən yaranan Arximed qüvvəsi və ikisi də təbii ki, hara doğru yönəcək, yuxarıya doğru. Və bu tarazlıqda olduğuna görə yenə bu F Arximedlərin cəmi bərabər olacaq MJ-yə. Gəlin aşağıdan yazaq bunu. Deməli, yazacaq ki, F Arximed 1,
F Arximed 1 üstə gəlinsin F Arximed 2 bərabərdir MJ-yə. Daha sonra F Arximed 1-in yerinə Rho 1 və V batan. V batan nədir? Burada 3/1 V cisim. 3/1 V cisim. Vurulsun J. Üstə gəlinsin F Arximedin yerinə, F Arximed 2-in yerinə Rho 2. Qalan hissə nə qədərdir? 3/2. Aha, burada 3/4 yazmışam. Çaşıb 3/2. Birdən çıxır 3/1 qarı 3/2. V cisim J bərabərdir. MJ-nin də yerinə cisim olduğuna görə Rho cisim V cisim J yazırsınız. Hər tərəfdən V cisim J-ləri aparaq keçsin. Deməli nə qaldı? 3/1 Rho 1. 3/1 Rho 1 eləyəcək 300. Üstə gəlinsin 3/2 Rho 2. Yəni 2700 3/2-yə vursaq 900 1800 bərabərdir Rho cisimə və buradan da gör ki Rho cisim oldu 2100. Cismin sıxlığı olacaq 2100. Aha, daha sonra 12 nömrəli tapşırıq. Porşenli nasos ilə suyu hansı maksimal hündürlüyə qaldırmaq olar? J bərabər 10 Newton bölü kiloqram, suyun sıxlığı 10^3 kiloqram bölü metr kubu, atmosfer təzyiqi 100 kilopascal qəbul etməli. Deməli, atmosfer təzyiqi P0 bərabər Rho H-dan. P0-ın yerinə 10^5, Rho-nun yerinə 10^3, J-nin yerinə 10, H-ın da yerinə H hesablayırıq. H da deməli olacaq burada 10 metr D variantı. Uşaqlar 12 nömrəli tapşırığa əlavə olaraq belə bir izah verim. Tutaq ki, baxın bir qabdır. Qabın içərisində su var. Qabın içərisində su var. Və burada porşenli bir nasos var. Məsələn, sadə bir sxem çəkirəm sizə. Porşendir. Porşeni aşağı və yuxarı hərəkət etdirirlər. Aha. Deməli, bu porşeni yuxarı qaldırdıqda içərisində olan su səviyyəsinin hündürlüyü o vaxta qədər davam edəcək ki, bu silindrin içərisində olan təzyiqlə atmosfer təzyiqi bir-birinə bərabərləşsin. Ona görə də burada istifadə edirik P0 bərabər Rho H-dan. Və burada su olduğuna görə sıxlığın yerinə 10^3, J-nin yerinə 10, H-ı tapıb hesablayırsınız. Su olmasa, kerosin, neftində hər nə olarsa fərqi yoxdur. Sıxlığın yazıb hansı hündürlüyə qaldıracağınızı hesablaya bilərsiniz. Daha sonra 13-də təsvir olunmuş qaba su tökülüb 1, 2 və 3 nöqtələrində mayenin təzyiqləri arasında hansı münasibət doğrudur? Deməli, mayenin göstərdiyi təzyiq onun üzərində olan hündürlükdən asılıdır. Hündürlük nə qədər çoxdursa, bir o qədər də daha çox təzyiq göstərəcək. Çünki təzyiqin üstü Rho H-dır və H üzərində olan su təbəqəsinə aiddir. Baxın, birin üzərində olan su təbəqəsi budur, 3-də budur, 2-də isə budur. Gördüyümüz kimi 2-nin üzərində olan su təbəqəsinin hündürlüyü daha böyük olduğundan, deməli P2 böyükdür P3-dən, o da böyükdür P1-dən. P2, P3, P1. A variantı. 14. Harmonik rəqsədən 0,5 kg kütləli cisim tarazlıq vəziyyətdən 20 cm/saniyə sürətlə keçir. Cismin rəqs periodu T bərabər 2 saniyə olarsa ona təsir edən maksimal əvəzləyici qüvvəni. Aha. Deməli, F maksimum bərabərdir M vurulsun A maksimuma. A-nın da yerinə, A maksimumun yerinə. Deməli, yaza bilərik 4pi kvadrat xm, 4pi kvadrat xm bölünsün t kvadrat verilənlərə uyğun olaraq. Buradan deməli, xm-in yerinə, aha, bizə xm verilməyib. Onda bunu yazmaq. Bizə sürət verildiyinə görə omega vurulsun V maksimum yazırıq. Omeganın da yerinə 2pi bölünsün t vurulsun V maksimum yazıb hesablama aparaq. Aha, 2pi vurulsun V maksimum 20 cm böl saniyə, yəni 0,2 metr böl saniyə bölünsün periodun da yerinə 2pi. Buradan 2pi'lər getdi, qaldı 0,2. Deməli, təzyiqimiz 0,2-dir. Gətirək burada yerinə qoyaq. Kütlənin yerinə 0,5. Təzyiqin də yerinə qoyuruq 0,2. Bu da eləyəcək 0,1 Newton B variantı. Daha sonra 15. 15-də sərtliyi 40 Newton metr olan yaya bağlanmış cisim F bərabər 8 kosinus 4 pt Newton qalın ilə dəyişən qüvvənin təsiri altında rəqs edir. Rəqsin tam enerjisini 12-də 1 saniyə zaman anında cismin kinetik enerjisini hesablayın. Aha, rəqsin tam enerjisini istəyir, bir də kinetik enerjisinin aynı qiymətini istəyir. 12-də 1 zaman ərzində. Deməli, gəlin baxaq. Birincisi, tam enerjini hesablayanda tam enerjini istəyir. Deməli, Y tam bərabər olacaq. Hər hansısa bir bizə verilən qiymətlərdən istifadə edərək, maksimal qiymətlərdən istifadə edib tamı tapırıq. Y tam bərabərdir. Yazacağım F var, K var. Təbii ki, nə yazacağım? F maksimalın kvadratı bölünsün 2K. F maksimalın kvadratı, yəni 64 bölünsün 2 vurulsun 40. Deməli, deməli burada 2 vur 40 bizə verəcək 80-i. Bu isə 80-dir. 80-də 8-ə bölsək 10. Yuxarıda da 8. 0,8 joule.
Kinetik tapmaq üçünsə tam enerjidən, yəni 0.8-dən çıxmaq lazımdır potensiala. Potensialı tapanda isə ani qiymətdən istifadə edəcəyik. Ani qiymətdə ki 12/1 saniyə ərzində olan qiymətdir. Yəni baxın bu verilən tənlikdə t-nin yerinə 12/1 yazaq. 12/1. 12/1. Buradan 4 ilə 12 ixtisar gedir, qaldı pi bölü 3. Kosinus pi bölü 3-də alır, deməli pi bölü 3 60 dərəcədir. Kosinus da 60 dərəcə alır 2/1. Deməli, qüvvənin qiyməti aynı qiymətə 12/1 saniyə uyğun olaraq aynı qiyməti 4 Newtondan gördü. Potensial enerjini hesablayanda F kvadrat bölü 2K-dan. Gəlin buradan potensial hesablayayım. F kvadrat bölünsün 2K-dan. F-in yerinə artıq 4 yazıram. Olacaq 4-ün kvadratı 16 bölünsün 2 vur 40. Yine bu isə 80 edir. 8 ixtisar aparım qaldı 10. Burada 8 gedir qaldı 2. 0,2. Deməli 0,8 çıxılsın. 0,2 olacaq 0,6 joule. 0,8 tam, kinetik isə 0,6 joule A variantı. Sonra gəlir 16. 16 da oxşar test olmalıydı. Harmonik rəqs edən cismin sürətin proyeksiyası 0,1 kosinus 20t metr bölü saniyə qanunu ilə dəyişir. Müşahidə başlayandan t bərabər t bölü 6 zaman anında cismin təcizinin proyeksiyasının qiymətini hesablayın. Proyeksiyasını istəyir. Proyeksiya demək ki, müsbətsə müsbət, mənfidirsə mənfi götürün. Deməli, təcil 1,2 sürətin bir qat törəməsinə bərabərdir. Zamana görə bir qat törəməsinə bərabərdir. Ona görə gəlin buradan törəm alaq. Törəm alanda bilirsiniz, kosinus çevrilir sinusa. Yəni kosinus alfa bərabərdir mənfi sinus alfaya. Plusdakı baxın bu 20 gələcək qabağa. Deməli, belə olacaq. A x bərabərdir. Mənfi, kosinus mənfi sinusu verir. 0,1 vurulsun 20 və kosinus fi mütləq sinus fiyə bərabər olmalıdır. Vurulsun sinus 20t. Sinus 20t. Aha. Sonra aparaq t-nin yerinə t bölü 6 qoyaq. Bərabərdir. 0,1-i 20-yə vuranda olacaq 2 mənfi 2. Vurulsun sinus 20 vurulsun t-nin yerinə t bölü 6 yazıram. Aha. İndi burada nəyə fikir vermək lazımdır? Biz bura 20 yox, omeganın yerinə, çünki bizə lazımdır ki, pi bölü neçə salaq. Bu 20 bilirsiniz ki, omega bərabər 20-dir. Elə omeganın yerinə birbaşa yazaq 2 pi bölünsün t. Çünki omeganın üstü 2 pi bölünsün t'dir. 20-ni kopyaladıq qabağa, orada istifadə edildi. Amma buradasa omeganın yerinə 2 pi bölü t yazaq. Çünki bizə pi ilə, radianla bir qiymət lazımdır. T-nin də yerinə baxın, omeganın yerinə 20-nin yerinə 2 pi bölü t yazdım. Zamanın da yerinə t bölü 6 yazıram. Buradan t'lər getdi. 2 ilə 6 gedir, qaldı pi bölü 3. Sinus pi bölü 3 yəni 60 dərəcə olur, kök altı 3 bölünsün 2. Deməli, baxın, bu ifadənin yerinə kök altı 3 bölü 2 yazsa, mənfi 2 vurulsun, kök altı 3 bölünsün 2. 2'lər də getdi, alırsınız ki, təcilin proyeksiyası mənfi kök altı 3-ə bərabərdir B variantı. Daha sonra 17. Harmonik rəqs edən cismin təcilinin proyeksiyasının zamanası qrafik verilmişdir. Hansı nöqtə cismin potensial enerjisi sıfıra bərabərdir? Təcilin sıfır olduğu yerdə potensial enerji də sıfır olur. Çünki tarazlığa gələn anda baxın, tarazlıq nöqtəsində V impuls, kinetik enerji maksimum olurdu. Kənara doğru getdikcə bu kinetik enerji verilirdi. Potensial enerji. Potensial enerji artırdı. Plusdakı hərəkət tarazlıqdan kənara doğru deməli artan təcillə yavaşlayanda. Deməli baxın burada təcil də artır, potensial enerji də artır. Deməli bunlar eyni anda artırlar və eyni anda da sıfır olurlar. Tarazlığa qaydanda sıfır olacaqlar. Deməli 4-də və 6-da da elə potensial enerji sıfıra bərabər olmuş olacaq. 18. Sərtliyi 40 Nm olan yaya bağlanmış və kütləsi 200 qram olan cisim ən kənar vəziyyətdə 10 metr bölü saniyə kvadrat təcil almaqla. Ən kənar vəziyyət, yəni təcilin qiymətin maksimum olduğu, bayaq dediyimiz kimi. Olmaqla üfüqü müstəvidə rəqsə hərəkət edir. Koordinatın zamandan sıx tənklərin hansı bu rəqqasının hərəkət tənliyinə? Aha. Deməli, x-in tənliyi olacaq x-in kosinus omega vurulsun t. İndi bizə lazımdır nəyi tapmaq? Bizə lazımdır buradan x-i, omeganı tapmaq. Omeganı tapmaq üçün yaylı rəqqası dairəvi tezliyin düsturu kök altında k bölü m-dir. Bunu hesablayaq. K bölü m-dən. Deməli, k bölü. K 40-dır. M isə 200 qramdır, yəni 0,2 kiloqramdır. Deməli, buradan ixtisar aparsaq, birincisi sıfır ataq bura, 400-də 2-yə böləndə düşür 200. Kök altında 200 oldu. Aha, sonra nəyi tapmalıyıq? Biz x-i tapmalıyıq. X-i tapmaq üçün də deməli belə, A maksimum bərabərdir. Omega kvadrat x-m düsturuna istifadə edək. Buradan x-m bərabərdir. A maksimum yəni 10 bölünsün x-min kvadratı. X-mdəki omeganın kvadratı yəni 200. Buradan sıfırlarımız geçsin. Biri də 20-yə böləndə düşür 0,5.
metr. Amma sizdə baxın santimetrinə verir. Bu da olacaq 5 santimetr. Deməli x'mi 5 tapdıq. Omeqanı da kök altda 200 tapdıq. Olacaq A variantı. 19. Harmonik rəqs edən iki riyazi rəqqas üçün yer dəyişmənin zamanası qrafikinə əsasən onların ilk 6 saniyə ərzində getdikləri yolun L1/2 nisbətini hesablayın. Məsələ görünür ki, nəsə rus ədəbiyyatından götürülüb. Və burada yazmalıdır bölgələr arasındakı məsafə indi. Çünki baxın burana -100 götürüb düzdür. Qrafik yaxşı çəkilməyib. Yenə də uşaqlar çünki imtahanda belə şeylərə fikir verirlər. Əgər bölgələr arasındakı məsafə eynidirsə, bura 100-dürsə, burada olacaq 50. Baxın, burada olacaq 50. Yəni birinin x'mi 100-dür, birinin isə x'mi 50-dir. Deməli, birincidə L1 bölünsün L2-ni istəyir bizdən. X1 100 cm-dir. X2-dəki 50 cm-dir x'mləri. Amplitud qiymətləri, rəqsin amplitudları. Aha. Bunu silək buradan. İndi məsələni yaxınlaşdıraq. Bizə soruşur ki, 6 saniyə ərzində. Görək 6 saniyə ərzində bunlar neçə rəqs ediblər. Deməli, baxın. Bu bir rəqs. Baxın, görürsünüz, bu bir rəqs. Bu da yarım dövr. Deməli, birinci cisim rəqs edib, n bərabərdir. 1 yarım, yəni 1,5 rəqs edib. İndi ikinciyə baxaq. Yəqin ki, tapılmasını bilirsiniz. Deməli, buradan da baxaq. Bir rəqs bura. Bir dənə çevrəni tamamladıq. 2 rəqsimiz burada. Üçüncü rəqsimiz də burada. Deməli, ikincisi 3 rəqs edib. N1 1,5, N2-si oldu 3. Aha. İndi yolun düsturu nə idi? Yolun düsturu 4xm vurulsun n-dir. L1 bölünsün L2-dən. Yerinə qoyaq, hesablayaq. Bərabərdir 4xm 1 n1, 4xm 2 n2. Deməli, 4'lərimiz buradan getdi. xm1 ilə xm2-ni ixtisar aparsaq, burada qalacaq. Deməli, xm1-də qalacaq 2. n1 ilə n2-ni də ixtisar aparsaq, bu 1,5 idi, bu da 3 idi. İxtisar getdi, burada qaldı 2. 2'lər də gedir, qaldı 1. D variantı. Sonra 20. Harmonik rəqs edən rəqqaslar üçün Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Rəqsin tezliyi rəqqasın kütləsinin asılı deyil. Deməli, yaylı rəqqasda tezliyin düsturu nü bərabərdir. 1 bölünsün 2pi kök altında k böl m. Riyazi rəqqasda isə tezliyin düsturu 1 bölünsün 2pi kök altında r bölünsün elə bərabərdir. Yazım ki, rəqsin tezliyi rəqqasın kütləsinin asılı deyil. Rəqqasının kütləsinə asılı olmayan, düsturunda kütlə olmayan riyazi rəqqasdır. 1 getdi bura. Kütlədən asılıdır, onu da ataq bura. Yer səthindən olan hündürlükdən düsturunda r olan asılıdır. Çünki r-nin yerinə r bölünsün r üstə gəlinsin, h kvadrat yaza bilirsiniz. Deməli, asılıdır, olacaq 3. Sistemin tam mexaniki enerjisi zamana görə dəyişmir. Harmonik rəqslər, sönməyən rəqslər qəbul etmişik. Zamana görə dəyişmir ortaya. Rəqs hərəkət yalnız elastiklik qüvvəsinin təsir altına baş verir. Sürtünmə falan nəzərə alınmırsa, harmonik rəqs isə o da getdi 5-də bura. 2, 5, 1, 3, 4 A variantı. Kütləsi m olan və k sərtlikli yaya bağlamış cisim xm amplitudu ilə harmonik rəqs edir. Cismin koordinatının x olduğu anda onun sürəti hansı ifadədən təyin olunar? Deməli, enerji serməsindən istifadə edirik. YK bərabərdir. Y tam çıxılsın Y potensiala. YK-nın yerinə sürət istədiyinə görə mv kvadrat bölü 2. Y tamın yerinə kx maksimal kvadrat bölü 2. Potensialın da yerinə kx kvadrat bölü 2. Kx kvadrat bölünsün ki, yadda saxlayın, maksimalları tama yazırsınız. Aniləri isə potensialdırsa potensialın öz düsturunu, kentiksə kentikin öz düsturunu yazırsınız. Yəni artıq orada tamda istədiyimiz düsturu yaza bilirik verilənlərə uyğun olaraq. X-mi verib deyə kx kvadrat bölü 2. V maksimum versəydi V maksimum kvadrat bölü 2 yazardıq. V maksimum kvadrat bölü 2 yazıb hesablama apara bilərdik. Aha, indi buradan hər tərəfdən 2'lərimiz getsin. K-nı buradan çıxardaq mötərizə xaricinə və V-ni tapanda hər şey düşəcək kök altına. K vurulsun, xm kvadrat, çıxılsın x kvadrat, bölünsün m. Görək hansı variantdadır B. 22. Şaqilə açılmış yaylı rəqqas ən kənar yuxarı vəziyyətdən B. Ən kənar yuxarı vəziyyətdən, ən kənar aşağı vəziyyət A. Doğru hərəkət edir, tarazlıq nöqtəsi oldu. B nöqtəsindən tarazlıq vəziyyətinə doğru, B-dən tarazlığa doğru soruşur. Hərəkət zamanı yer səthindən nəzərən potensial enerjisi və kentik enerjisi tarazlığa doğru demişdik, gəlirsə hərəkət olurdu. Azalan təcillə təcil azalırdı, yeyinləşən sürət artırdı. Sürət artdığına görə kentik enerjisi artacaq.
Aha. Yerə nəzərən potensial enerji. Əvvəlcə yerə nəzərən potensial enerjisini tapanda mgh hündürlüyü baxın buydu. B səviyyəsinə gələndə isə baxın bura gələndə isə yerdən olan hündürlüyü nə oldu? Azaldı. Yerdən olan hündürlüyü azaldığına görə potensial enerjisi də azalacaq. Azalar, artar A variantı. Sonra 23. Yer səthindən şaqül yuxarı atəş açılır. Səs və güllə eyni vaxtda 850 metr hündürlüyə çatır. Səsin havada yayılma sürətini 340 metr böl saniyə qəbul edərək güllənin başlanğıc sürətini metr böl saniyə ilə hesablayın. Havanın müqavimət qüvvəsi nəzərə alınmır. Aha. Deməli, bilirsiniz ki, səsin sürəti mühitdən mühitə keçən dəyişir. Bir cins mühitdə, yəni məsələn, havada yayılırsa bu bərabər sürətlə hərəkət edir. Yəni eyni sürətlə hərəkət edir. Ona görə də bərabər sürətlə hərəkətlərimizdə yolun üstü V vurulsun T-dir. Buradan T-ni tapacaq çünki eyni vaxtda çatır. 850 bölünsün 340. 850 340-a bölürsüz, alınır 2,5 saniyə. İndi bu belə, bu getdi, bu bərabər sürətlə hərəkət edir. Amma güllə isə hərəkət edəcək bərabər yavaşan. Çünki şaqül yuxarı atılmışdı, havanın müqaviməti nəzərə alınır. JT kvadrat bölü 2. Baxaq, eyni hündürlük, yəni ikisi 850-yə çatdı. V0 bilmirik. T-nin yerinə 2,5 çıxılsın, 10 vurulsun. 2,5-in kvadratı 6,125 bölünsün 2-yə. Hər tərəfi 2,5-ə bölək. Burası düşəcək 340. Buradan 2,5 getdi. 6,125-də 2,5-ə bölündə düşəcək 2,5. Deməli, 10-dan 2 də ixtisar getsin, qalsın 5. Deməli, burada qaldı 5, burada 2,5. 5-i 2,5-ə vuranda olur 12,5. Burada heç nə qalmamışdı. 340 üstə gəlinsin 12,5 bərabər V0-a. Bu da olacaq 352,5 bərabər V0-a. Deməli, V0-muz olacaq 352,5 metr bölünsün saniyə. Daha sonra növbəti məsələ 24. Harmonik rəqs hərəkətdə fiziki kəmiyyət, hansı fiziki kəmiyyət harmonik qanunu dəyişir? Deməli, harmonik qanunu dəyişirsə, tamı çıxırsınız, amplitudların hər birini çıxırsınız. Məsələn, sürət yazıb bura. Sürətin amplitud qiyməti yazsaydı onu götürmək olmazdı. Tezlik periodu çıxırsınız, fazanı çıxırsınız, nə qaldı? Sürətdir, yer dəyişmədir, təcildir, qüvvədir. Yəni, amplitud, tezlik, period, enerjinin maksimalları çıxmaq şərtindən yerdə nə qaldısa götürürsünüz. 2 və 3. Təbii ki, söhbət sərtlikdən getmir, sərtlik dəyişməz, onsuz onları sabit verir. Aha, 25. Yaylı rəqqas üfüqü müstəvidə harmonik rəqs edir. Rəqsin amplitudu 2 sm, rəqsin sisteminin tam enerjisi 0,6 joule olarsa, yaya bağlanmış cismin tarazlıq vəziyyətindən 1 sm yer dəyişməsi zamanı ona təsir edən qüvvənin qiymətini Newtondan hesablayın. Aha. Deməli, uşaqlar, yenə deyirəm, maksimallar bizə aiddir tam enerji. Deməli, tam enerjidə Y tam bərabərdir Kx maksimal kvadrat bölü 2-dir. Sizə verdiyi bu 1 sm yer dəyişməyi icra edir o x-dır. Bunu potensial enerji üçün yaza bilərik. Potensial enerjinin aynı qiyməti üçün. Və sizdən F-i soruşur. Deməli, Y potensialını da düstur belədir. F vurulsun x bölünsün 2. Deməli, burada biz nəyi tapa bilərik? Y potensialı tapıb gətirib burada yerinə qoysaq F-i tapa bilərik. Y potensialı tapmaq üçün də Y tam x-la kvadratik, Y potensial isə x-la, Y potensial sərtliyin sabit qiymətində eyni düstur yazılmalıdır mütləq. Bu da kvadratik asıdır. Ona görə gəlin alt-alta bölək. Tapaq görək potensial nəyə bərabərdir? Y tam bölünsün Y potensial bərabərdir xm kvadrat, yəni 2-nin kvadratı. Baxın, çevirmə aparmıram, 4 bölünsün Y, çünki nisbətdə 18 sm-dən verib ixtisar gedəcək. Y potensialını qarşısından 1 yazıram. Y tamdakı 0,6 idi. Deməli, Y potensial bərabər olacaq 0,6 bölünsün 4-ə. O da 0,15 joule. Deməli, potensial tapdıq 0,15 joule. Gətirək burada yerinə qoyaq. 0,15 bərabərdir F vurulsun. X'im artıq 1 sm-dir. 10 üstü -2 yazaq onun yerinə. 10 üstü -2 bölünsün 2-yə. 0,15-i 2-yə vursaq olacaq 0,3 bərabərdir. F vurulsun 10 üstü -2-yə. F də bərabərdir. Buradan 0,3 vurulsun 10 üstü -2-yə. Çünki 10 üstü -2-də keçir digər tərəfə. Deməli, 0,3-ü də 100-ə vuranda olacaq 30. F də bərabər oldu 30 Newtona. Bu oldu 25. Daha sonra 26. Burada vaxt aparan məsələlər biraz çox veriblər, amma olsun, sınaqdır. Qəbulda onsuz da bu qədər vaxt aparan məsələlər bir-birinin ardıcı olmur. 26. Sərtliyi 800 Nm olan yaya bağlanmış və kütləsi 20 qram olan cisim üfüqi müstəvidə harmonik rəqs edərək tarazlıq vəziyyətindən 10 metr böl saniyə sürətlə keçir. Bir tam rəqs ərzində cismin getdiyi yolu hesablayın. Cismin getdiyi yol dedik ki, 4xm vurulsun n-dir.
Rəqslərdə 4x-im vurulsun n qədər yol gedir. Bir tam rəqs olduğuna görə bura 1 yazırıq. Düsturumuz olacaq 4x-im. Deməli, bizə lazımdır x-imi tapıb gətirib bura qoymaq. Deməli, tarazlıq vəziyyətindən keçəndə sürətin maksimal qiymətini alır. 10 metr böl saniyə yazdıq bura. Bizə verib k-nı, bir də verib m-i bayaqki kimi omeqadan tapa bilərik. Kök altında k bölünsün m-dən. Deməli, 800 bölünsün 20 qram olacaq 20 vurulsun 10 üstü mənfi 3. Bu 10 üstü mənfi 3 yuxarıda yazaq 10 üstü müsbət 3 kimi. 20 ilə 800 ixtisar gedir, qalır 40. 40-ı da 10 üstü 3-ə vuranda və kökdən çıxardanda, deməli 4-dən çıxacaq 2, 10 üstü 4-dən də çıxacaq 10 üstü 2, 200. Deməli, sürət oldu 200 metr bölünsün. Omega oldu, deməli 200 Hz. Aha, bu belə. İndi aparaq, deməli, neyniyək? V maksimum bərabərdir omega xm-dən. V maksimum bərabərdir omega vurulsun xm-dən. Xm-i tapaq. V maksimum 10 idi. Omega 200 oldu. Xm bərabər olacaq nəyə? 10 bölünsün 200-ə. Onu da 200-ə bölsək olacaq 0-dan %5, yəni 5 sm. Xm də bərabər olacaq 5 sm. Cavabı da elə sizdən santimetrini istəyir. Gətirək burada yerinə qoyaq. 4 vurulsun 5 olacaq 20 sm. Cavabınız olacaq 20. 27 yaxşı məsələdir. Deməli, üfüqi səthi üzərində sükunətli olan 1, 2 və 3 bərk cisimləri üçün uyğunluğu müəyyən edin. Deməli, burada görək bizə nə verib. Cisim tərəfindən dayağa təsir edən qüvvə cismin çəkisindən böyükdür. Bu heç birinə getmir, çünki cismin çəkisi də burada mg'dir. Həmçinin təzyiq qüvvəsində düsturu mg'dir. Bu bərk cisimli uşaqlar sizə verilən topluluqda içərisində su olan qablar idi. Orada deyirdik, biri böyükdür, biri kiçikdir. Amma burada bərk cisimdir. Bərk cisimdə yadınıza düşürsə P bərabər F bölü S-dən. F-in yerinə həm P yaza bilirsiniz, həm də ki mg yaza bilirsiniz. Çəkilər də onsuz da üfüqi səthdə sükunətli olduğuna görə mg-yə bərabər. Deməli, bunlar bir-birinə bərabərdir. Biri digərindən böyük deyil. Cismi tərsinə çevirdikdə onun dayağı təzyiqi artır. P bərabər F bölü S-dir. Sahə ilə tərs asıdı. Təzyiqin artması üçün sahə kiçilməlidir. O da 3 aiddir. B-ni yazdıq bura. Tərsinə çevirdə təzyiq azalır. Hansı ki təzyiqin azalması üçün sahə artmalıdır. O 1-ə aiddir. S-ni yazdıq bura. A getdi, B getdi, S getdi, D. Cismi tərsinə çevirdikdə onun dayağı təzyiqi dəyişməz. Sahə dəyişməyən. Burada da onu da yazdıq bura. 2D-ni yazdıq. Cisim tərəfindən dayağa təsir edən təzyiq qüvvəsi cismin çəkisindən kiçikdir. Dedik burada bir-birlərinə bərabərdir. Ona görə heç biri olmayacaq. 1C, 2D, 3D oldu B. Daha sonra keçək digər məsələlərə. Situasiyaya. İçərisində su olan XY cisimləri çəkisi nəzərə alınmayan çubuğun uclarına iplə bağlanmışdır. Çubuq O nöqtəsindən qabın dibinə bağlandıqda sistem tarazlıqda olur. Hər birinin kütləsi 200 qram. X və Y cisimlərinin yerini dəyişikdə tarazlıq pozulur. Çubuğun bölgələr arasında məsafələr bərabərdir. Bir də kəmiyyətləri verib qiymətlərini. Görə nə soruşur bizdən? 28-də. X və Y cisimlərinin yerini dəyişdikdə tarazlıq nə üçün pozulur? Cavabınızı əsaslandırın. Çünki baxın, burada bunların bir iplərinin gəlməsi var. Burada iplərin gəlməsi var. Bunları təsis edir mg ağırlıq qüvvələri, bir də F arximedlər. Baxın, əgər bunların mg'ləri eynidir, F arximedləri də eyni olsaydı, bunların qolları da bir-birinə bərabər olmalıdır. Amma hardanası, baxın, birinin qolu T3-ə nəzərən 1, digərsi 3. F arximedləri bir-birinə bərabər deyil. F arximedləri bir-birinə bərabər olmadığına görə yerlərini dəyişəndə artıq tarazlıq qorunmayacaq arximed qüvvəsinə görə. Daha sonra 29-da cismin sıxlığı 800 kq böl metr kub olarsa, maye tərəfindən ona təsir edən itələyici qüvvənin, maye tərəfindən təsir edən itələyici qüvvə arximed qüvvəsidir. Arximed qüvvəsini istəyir sizdən. Əgər həcm verilməyibsə, sıxlıq verilibsə, düsturunuz budur. Rho maye böl rho cisim vurulsun mg. Rho mayeni 1000 vermişdi. Rho cisim 800-dür. Mg 200 qram idi. 200 qramında J-yə çevirəndə, qüvvəyə çevirəndə 2 Newton eləyir ki, buradan ixtisarlarımız geçsin. 20-də 8-ə bölündə 2,5 Newton. Tarazı xanada 3 ipindəki gəlinmə qüvvəsini hesablayın. Aha, 3 ipindəki gəlinmə qüvvəsini. Gəlin baxaq. Bunu silək buradan. Deməli, 3 ipindəki gəlinmə qüvvəsini tapmaq üçün bu T3. Bura T1. T2-yə dayaq kimi baxaq və T2-yə görə qollarını tapaq. T1-in qolu olacaq 1, 2, 3, 4. 4 T1 deməli bərabərdir. T3-ün qolu da 1-dir. Baxın, T1. 1 vurulsun, 1 vurulsun T3. T1 birincisi tapaq, sonra T3 hesablayaq. T1-i tapmaq üçün burada demişdik mg var, F arximed var. Deməli, F arximed çıxılsın mg bizə verəcək T1-i. mg 2 idi, F arximedə 2,5 tapmışdıq. Deməli, T1 bərabər olacaq mg çıxılsın F arximeddən. Üzr istəyirəm, F arximed çıxılsın mg-dən.
F Arximed çıxılsın MJ-dən. 2,5 çıxılsın 2 olacaq 0,5. Gətirək burada qoyaq yerinə 4 vurulsun 0,5 bərabərdir T3-ə. 4 də 0,5-ə vuranda 2, o deməli T3 olacaq 2 Newton. Sağ olun uşaqlar.